Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Ümid edirəm yaxşısınız, maşınlarınız da yaxşıdır. Bilirəm ustalar təmir videosu gözləyirlər. Sürücülər isə informativ xarakterli video istəyirlər. Başa düşürəm. Deməli, bu günləri mənim dostum mənimlə bir yerdə qarajda müəyyən bir vaxt keçirtdi və mənə maraqlı bir sual verdi. Həqiqətən çox maraqlı oldu və bu videonun yaranmasına belə deyək təkan verdi. Məsələ nədən ibarətdir? O dedi ki, Toğrul, elə bir şeydən danış ki, onu heç kim indiyənə kimi danışmamış olsun. Bu informasiyanı heç kim indiyənə kimi sürücülərə verməmiş olsun. Mən də dedim, baş üstə. Sənin xətrinə bu informasiyanı bölüşəcəm. Ona görə də sürücülər yaxın oturun. Ustalara da bəlkə lazım olar bu informasiya, amma heç kim bu dərinliyə getmir, mənə elə gəlir. Mən bu günləri bu halı müşahidə eləmişəm və bu halı diaqnostik eləmişəm. Bugün bu hadisə baş verib. Nissan X-Trail avtomobilində. İstəyirəm indi bu vəziyyəti sizlə bölüşüm və sizin üçün də informativ xarakterli bir video olsun. Deməli, mən avtomobilin yanacaq sərfiyyatı barəsində çox danışmışam. Deməli, avtomobilin yanacaq sərfiyyatını artıra bilən mövqelərdən çox çıxış eləmişik. Nasazlıqlardan çox danışmışıq ki, avtomobilin yanacaq sərfiyyatına təsir edən məqamlar hansılardır? Əlbəttə, hər hansı bir pəncərənin açıq olması, avtomobildə turbulensiyanın yaranması və yaxud təkərlərin boş olması, mühərrikdəki nasazlıq filan, bunlar hamısı öz yerində. Bunlar öz yerində. Yəni, siz avtomobilinizin mühərrik və belə deyək də, digər sistemlərinin hamısından əminsiniz. Qalıb bir dənə məsələ və bu məsələ nədir? Avtomobildə avtomat və variator sürət qutusunun fırlanmasına səbəb olan və mühərrikin yüksək dövrlər koeffisiyentini və yaxud da ki, aşağı dövrlər koeffisiyentini təkərlərə ötürən, mühərrikin gücünü təkərlərə ötürən sürət qutusunun özü və onun gidrotransformatoru. Mən lövhəyə bacardığım qədər gidrotransformatorun şəklini çəkmişəm. İndi kim necə istəyirsə, elə də qiymətləndirə bilər, amma mən çalışacağam ki, bu halda sizə bunu izah edeyim və bu sizin avtomobilinizin yanacaq sərfiyyatına necə təsir edir. Bir dənə götürüm buradan bir göstərici. Deməli, bu avtomobilin avtomat və variator sürət qutusunun qarşısında dayanan bir elementdir. Adına gidrotransformator deyilir. El dilində, bizim ustalarımızın dilində, sürücülərimizin dilində adı nədir? Bublik. Bəli. Çünki bublik oxşayır. Gördüyünüz kimi. Bu böyürdən görünüşüdür. Bu içəridən, üstdən görünüşüdür. Bu isə avtomobildə yerləşmə nöqtəsidir. Mən indi güya burada daxili yanma mühərrikini çəkmişəm. Bu güya bizim gidrotransformatordur. Nasos hissə, turbin hissə. Bu isə təkərlərdir, bu da sürət qutusudur. Tamam, yəni aydındır da hər şey. Burada gidrotransformatora böyürdən baxırıq. Burada isə gidrotransformatora yarıq, yəni öndən iki yerə parçalanmış hissədən baxırıq. Necə ola bilər ki, gidrotransformator yanacaq sərfiyyatına təsir göstərə bilər? Necə ola bilər? Bu hansı haldır belə? İndi sizə izah edirəm. Deməli, gidrotransformator daxili yanma mühərrikinin gücünü, dövrlər sayını sürət qutusuna ötürən bir elementdir. Amma bu qurğu bunu birbaşa təmas vasitəsilə deyil,
adından da bəlli olduğu kimi gidravlikanın gücü vasitəsilə eləyir. Yəni maye axınının gücü vasitəsilə eləyir. Yenə də adından bəlli olduğu kimi mayenin axın qabiliyyətinin gücləndirilməsi vasitəsilə eləyir. Yəni gidrotransformator. Əvvəllər, yəni biz çoxdan bu videonu çəkmiş olsaydıq, mən bu gidrotransformator haqqında yəni açıq-açıq bəlkə deyim sizə bir saatlarla danışa bilərdim. Amma hal-hazırda mən bunun məhz yanacaq sərfiyyatına təsirindən danışdığıma görə sizə bir balaca onun quruluşu barəsində məlumat vermək istəyirəm. Deməli, gidrotransformator 3 sistemdən ibarət olur. Deməli, birinci sistem nasoslu çarxlardır. Nasoslu çarxlar. Nasoslu çarxlar özlüyündə bir çarxı təsəvvür eləyin. O çarxın içində müəyyən bir pərlər təsəvvür eləyin. İndi şəklini ekranda görürsünüz əlbəttə ki. Bu nasoslu çarxlar bu şəkillərdə gördüyünüz kimi hara bağlanır? Maxavikə, yəni nazim çarxa. Gördüyünüz kimi. Yəni mühərrikə bağlı olur. Bəli, bildiyiniz yəni fiziki təmasla bağlı olur. Avtomobilin daxili yanma mühərriki işə düşdükdə bu nasoslu çarxlar fırlanmağa başlayır. Yəni avtomobilin mühərriki işə düşən kimi bu gidrotransformatorun nasoslu çarxlar olan hissəsi artıq fırlanır. Və fırlandığı andan etibarla bunun içərisinə daxil olan işçi mayeni, yəni sürücülərimizin dilində desək, karobkanın yağını fırlatmağa başlayır. İki soyuducu pəri təsəvvür edin, yəni ventilatoru üz-üzə qoymusunuz, biri fırlanır. Qarşısında duran ventilyatorun, yəni bizim gidrotransformatorumuzun üzərində göstərsək, turbinli çarxların, turbinli çarxlar da özündə nasoslu çarx kimi bir çarxı əhatə edir, amma bunun bu pərləri əks istiqamətdə baxır. Nasoslu çarxlar fırlandıqca turbinli çarxları hərəkətə gətirir. Yəni nasoslu çarxlar fırlandıqca turbinli çarxları hərəkətə gətirir və beləliklə turbinli çarxların birləşdirici val vasitəsilə, ilkin birləşdirici val vasitəsilə fırlanma dövrü sürət qutusuna ötürülür. Və beləliklə içəridəki mexanizmlər fırlanır, yəni planetari mexanizmlər fırlanır və təkərlər neyir? Hərəkət edir. Müəyyən sürətdə müəyyən qədər. Burası belə. Buna dedik fırlanma əmsalının ötürülməsi və beləliklə biz əldə elədik gidromufta, gidro birləşdirici. Deməli, yəni hələ gidrotransformatorumuz yoxdur. Gidromuftamız var. Yəni ortada sadəcə bu dövrlər sayı müəyyən bir itki ilə bu tərəfə ötürülür. Böyük bir itki ilə bu tərəfə ötürülür. Bu da ötürülür içəri, karobkanın içinə, sürət qutusunun içinə. İndi bizə lazımdır ki, bu itki minimum səviyyəyə düşsün və faydalı iş əmsalı yüksəlsin. Ona görə də mütəxəssis həmin o gidrotransformator hissəsini əmələ gətirməkdən ötürü, o muftanı gidrotransformatora çevirməkdən ötürü, həmin o gidrotransformatorun içinə starter və yaxud da reduktor deyilən bir hissəni əlavə edib. Bu reduktor nasoslu çarxlar istiqamətində fırlana bilən, amma əks istiqamətə bloklanan bir mexanizmdir. Onun da içində pərlər var, o da özünlükdə bir çarxı ehtiva edir. Bax bu cür. Bunun da içində pərlər var. Beləncə pərlər var. Bu da bir istiqamətə fırlanır, amma əks istiqamətə fırlanmır. Yəni bir istiqamətə fırlanır, o birisi istiqamətə fırlanmır. Bloklanır. Və beləliklə maye
turbinli çarxlar tərəfdən daxil olaraq turbinli çarxlar tərəfdən daxil olaraq reduktordan keçərək nasoslu çarxlara tərəf istiqamət götürür. Nasoslu çarxların kiçik hissəsindən böyük hissəsinə sıçrayaraq, bəli, bildiyiniz sıçrayaraq, yəni sıçrayaraq yüksək ötürmə əmsalı əmələ gəlir və turbinli çarxların əsas hissəsi fırlanmağa başlayır. Və beləliklə təmas olmadan mayenin yüksək təzyiqlə verilməsi ilə bublikin içində, yəni hidrotransformatorun içində fırlanma hərəkəti əldə olunur. Bu bizim hidrotransformatorumuz. Və beləliklə hidrotransformator öz gücünü sürət qutusuna ötürür və sürət qutusu təkərləri hərəkət etdirir. Burada bir dənə də element var. Buna dedik hidrotransformator. Bu oldu ikinci sistem. Birinci sistem oldu mufta, ikinci sistem oldu reduktor hidrotransformator, üçüncü sistem isə onun bloklanmasıdır. Mən burada onu bir friksiyon paket şəklində çəkmişəm. Paket yox, üzr istəyirəm. Paket yoxdur burada. Bircə friksiyon var. Bir dənə friksiyon. Bəzi hallarda bu friksiyon olmayıb, xüsusi bir kağıza bənzər maddə də ola bilir. Bəzi hallarda isə xüsusi bloklanan mexanizmlər şəklində həyata keçə bilir. Amma mən ən sadə variantını çəkmişəm. Burada bir friksiyon təsəvvür edin. Bu friksiyon indi siz təsəvvür edin. Siz əgər yüksək dövr versəniz avtomobilə, bu yağ buradan yüksək sıçrayışla, nə qədər yüksək sıçrayışla hərəkət eləsə də, hidrotransformator öz gücünü artıra bilməyəcək. Onun müəyyən bir fırlanma dövrü var. Ona görə də hidrotransformatorun gücünü birbaşa daxili yanma mühərrikdən, daha doğrusu daxili yanma mühərrikin gücünü birbaşa nazim çarxdan sürət qutusuna ötürmə kimi bir his yaratmaqdan ötürü, turbinli çarxları bloklamaqdan ötürü, üzr istəyirəm, hidrotransformatoru ümumilikdə bir yerdə fırlamağı bloklamaqdan ötürü belə bir friksiyon paket əmələ gətirirlər. Bura qoyublar. Yüksək dövrlər alan mühərrik indi hal-hazırda artıq bu aşağı dövrlərdə də imkan verir. Niyə? Çünki artıq ekologiya belə tələb edir ki, avtomobil az yanacaq yandırsın. Daxili yanma mühərrikinin nə qədər ekoloji olması vacibdir. Ona görə də artıq aşağı dövrlərdə də bunu eləmək mümkündür. Yəni artıq 1500-də hidrotransformator blok olur. Beləliklə hidrotransformator bloklanaraq, yəni bloklanmalıdır və bütün gücü sürət qutusuna ötürməlidir. Daxili yanma mühərrikinin bütün gücünü sürət qutusuna ötürməlidir. Əlbəttə ki, orada da itki olur. Amma bu itki çalışılır ki, minimuma endirilsin. İndi gələk mövzumuzun məqsədinə. Deməli, sürət qutusunun istismarından, onun vaxtlı-vaxtında qulluğundan, tərkibindəki mayenin, yəni işçi mayenin vəziyyətindən asılı olaraq bu friksiyon paket, gördüyünüz bu friksiyon paket yavaş-yavaş yeyilir. Yeyilib müəyyən bir hədd aldıqdan sonra lazım olan vaxtda bu hidrotransformator bloklanmır. Bəli, lazım olan səviyyədə bloklanmır. Və mühərrikin gücü tam olaraq sürət qutusuna ötürülə bilmir. Və beləliklə sizin avtomobiliniz yüksək yanacaq sərfiyyatı performansı göstərir. Siz bunu necə hiss eləyə bilərsiniz? Əgər diqqətli olsanız, bunun nasazlığını hiss eləyə bilərsiniz. Deməli, bir yolunu deyəcəm, bir metodikasını deyəcəm. Kim tuta bilsə, yəni avtomobilində yoxlasın. 80-100 km/saatda sürətlə hərəkət eləyərkən
Dərhal ayağınızı qaza basırsınız. Dərhal ayağınızı qaza basırsınız. Dövrləri qaldırırsınız. Və ayağınızı qazdan çəkirsiniz. Baxırsınız. Əgər dövrlər sürətli şəkildə aşağı düşürsə, bu deməkdir ki, qidrotransformatorun friksiyon paketi salamat deyil. Amma dövrlər sayı asta templə aşağı düşürsə, bu deməkdir ki, qidrotransformator blok ola bilir və qidrotransformator salamatdır. Sonra belə bir metodika var, amma eləməsəz daha yaxşıdır. Amma kim yenə də risk eləmək istəyirsə özü bilər. Amma məsləhət görülmür. Amma yenə də yoxlamaq üçün bir üsuldur. Tormoz və qaz pedallarını, tormoz pedalını saxlayırsınız, avtomobili drive'a qoyursunuz və qaz pedalını 2000 dövrə qədər sıxırsınız bir dəfə. Əgər avtomobil yerindən sıçrayış tempi göstərirsə, qidrotransformator salamatdır deməkdir. Burası da belə. Yəni, məsləhət görmürəm eləməyi. Beləliklə, siz əgər avtomobildə sürət qutusunun mayesini vaxtında dəyişmirsinizsə, sürət qutusu həddindən artıq çirkli vəziyyətdədirsə, onun içi dolu, sürət qutusunun qalıqları ilə doludursa əgər, onun içi, sürət qutusunun qalıqları da doludursa, bu sürət qutusunun qalıqları qidrotransformatora da keçir və orada yiyinti effekti əmələ gətirir. Və bu yiyinti, sürtünmə, yiyinti əmələ gəldikcə bu friksiyon öz tərkibini itirir və qidrotransformator blok olmaqdan azad ola bilir. Əlbəttə ki, qidrotransformator təm şəkildə heç vaxt bloklanmır. Yəni, arada bir sürüşmə eləyir. Arada bir yox, müntəzəm. Sürüşmə eləyir. Amma onun lazımi sürüşmə həddindən artıq səviyyəyə əmələ gətirməsi sizin yanacaq sərfiyyatınızı artırır və artıq sürət qutusunun nasaz olmasından xəbər verir. Belə. Yəni, siz əgər avtomobilinizdə bunu yoxlamısınızsa, hər şey salamatdırsa, yəni, avtomobilinizdə hər şeydən əminsinizsə, yekunda qidrotransformatordan şübhələnə bilərsiniz. Belə. İndi bildiniz, bublik nəyə görədir və bublik ümumiyyətlə avtomobildə nə iş görür və necə işləyir. Ümid edirəm bəyənmisiniz. Yolda qalmayın. Bu da sizə heç kimin danışmadığı bir mövzulardan.